Hörmətli dinləyicilər, xanəndəlik sənəti silsiləsindən növbəti verilişimizə başlayırıq. Bugünkü söhbətimiz Böyük Tarzan Sadıqcana həsr olunub. Verilişi musiqişünas Firudin Şuşinski aparır. Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidmətləri olan sənətkarlardan biri də Böyük Tarzan Sadıqcandır. Biz Sadıqcanı görkəmli musiqi xadimi kimi tanımaqla, eyni zamanda onu istedadlı bəstəkar, həm də Azərbaycan tarixinin atası kimi tanıyırıq. Mirzə Sadıq Əsədoğlu 1846-cı ildə musiqimizin beşiği Şuşa şəhərində anadan olmuşdur. Sadıqcanın atası Əsəd kişi gözətçi olmuş, ailəsini çox çətinliklə dolandırarmış. Yoxsulluq və ehtiyac içərisində böyüyən Sadıq musiqiyə sonsuz həvəs göstərər. Xalq mahnılarını gözəl səslə oxuyardı. Əsəd kişi oğlunun məlahətli səsini eşidib, onu məşhur musiqişünas Xarrat Qulunun məktəbinə aparır. Xarrat Qulu gənc Sadığın səsini yoxlayıb, məktəbə qəbul edir. Bu məktəb istər Sadıqcan və onun kimi məşhur sənətkarların yetişməsində böyük rol oynamışdır. Sadıqcan 18 yaşına çatanda qəflətən səsi batır. O ruhdan düşməyərək əvvəlcə tütək və ney çalmağı öyrənir. Sonra isə kamança çalır. Bir qədər sonra Sadıqda tar çalmaq həvəsi oyanır. O kamançadan əl çəkib tar çalmağı öyrənir. Bizim əlimizdə olan tarixi sənədlərə əsasən deyə bilərəm ki, Qarabağda ilk tar çalan məşhur sənətkar Mirzə Ağa Ələsgər Qarabağı olmuşdur. Mirzə Ələsgər Azərbaycan musiqi tarixində şərəfli yer tutur. O, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundovun, Mirzə Camalın, Şəkəroğlu Kərimin, Mirzə Hüseynin müasiri olmuş, uzun illər İbrahim xanın sarayında kamança çalmış, oxumuş və nəhayət saray müğənnisi kimi şərəfli ada layiq görülmüşdür. 19-cu əsrin əvvəllərində Əli Şirazi İran tarını Qarabağa gətirdikdən sonra Mirzə Ələsgər ondan tar çalmağı öyrənmişdir. Şübhəsiz ki, Ələsgərin çaldığı tar 5 simli, çanağı balaca, özü də diz üstündə çalınan İran tarı idi. Yeri gəlmişkən burada bir haşiyə çıxmaq istərdim. Bir çoxları, xüsusilə musiqi tariximizdən xəbəri olmayan bir para dırnaq arası musiqişünas jurnalist istər mətbuatda və başqa yerlərdəki yazılarında, söhbətlərində güya tarın ərəb, fars və başqa millətlərə mənsub olduğunu söyləyirlər. Bəziləri isə Nizaminin fars dilində oxuya bilməyib, lakin ona əsaslanıb güya tarın 12-ci əsrdə Azərbaycanda yarandığını, bir çoxları isə
tarın Füzuli dövrüne ait olduğunu iddia edirlər. Bütün bunlar heç bir elmi ve arşiv senetlerine esaslanmırlar. Lakin bizim elimizde olan müteber tarihi vesigelere esaslanıp diyebiliriz ki, tarih miladın 10. əsrində Türkistan Türklerinden Tərkanın oğlu Məhəmməd indiki Cərco şəhərinin Fərab adlı kəndində qayırmışdır. Şərq musiqi alətlərinin şahı olan tar, təkcə Türk dilli xalqların yox, eyni zamanda Ərəb, Fars, Əfqan, Hind, Erməni, Ləzgi və Qafqazın bir çox xalqlarının istifadə etdiyi musiqi aləti kimi məşhur olmuşdur. Lakin yaxın və orta şərq xalqlarının istifadə etdikləri tar alətlər içərisində Azərbaycan tarı özünün istər forması, məziyyəti və istərsə də kamilliyi cəhətdən seçilir. Bu tarın yaradıcısı isə dediyimiz kimi Böyük Tarzan Sadıqcan olmuşdur. Qeyd etdiyimiz kimi Sadıqcanın ilk tar müəllimi Mirzə Ələsgər olmuşdur. Mirzə Ələsgər isə tar çalmağı Əli Şirazidən öyrənmişdir. Mirzə Ələsgərin eyni zamanda gözəl səsi olmuşdur. O məclislərə dəvət olunanda tar, kamança çalar, həm də məlahətli səsi ilə məclisi heyran qoyardı. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq, qısa müddətdə özünün fitri istedadı və qabiliyyəti nəticəsində nəinki tar çalmaq sənətinə yiyələnir, hətta məharətli tar çalmağı ilə müəllimini geridə qoyur. Sadıq tar çalanda ustadı Ələsgər həsədlə deyərmiş: "Kəş mənim var dövlətim Sadığın, onun barmaqları isə mənim olaydı." Gənc Sadığın adı hər yanda, Azərbaycanın bir çox şəhərlərində, hətta Ermənistanda, Gürcüstanda,
ve İran'da bile meşhur olmuştur. Sadık ilk defa meclislerde müellimi Mirza Ələsgər'in oğlu Mirza Muxtar ile çıkış etmişti. Atasından kamil musiki təhsili alan Mirza Muxtar, muğamata derinden bəled olmakla Ərəb ve Fars dillerini de mükemmel bilirdi. Mirza Muxtar'a muğamatın sultanı derdiler. O aynı zamanda bir opera artisti kimi Azerbaycan sahnesinde 45 yıl faaliyet göstermiştir. Neriman Nerimanov onu musikimizin böyük üstadı adlandırmıştır. Biz gelecek verilişlerimizde Mirza Muxtar'dan bir xanəndə kimi ətraflı söhbət açacağıq. Sadıqcan, Mirza Muxtar'dan sonra əvvəllər Hacüsü, Məşədisi, Geçtazlı Həşim, Bülbülcan, sonralar ise Qaryadoğlu Cabbar ile uzun iller yoldaşlık etmiştir. Azerbaycan musiki tarixine yakından bəled olan Harun el-Reşd operasının müəllifi ve böyük bəstəkarımız Üzeyir Bey'in dayısı Ağalar Bey Əliverdi Beyov'un yazdığına göre Təbriz'de Nəsrəddin Şah'ın meclisinde meşhur bir tarzan Sadık'ı yarışa çağıranda Sadık tarın bütün perdelerini kesip bunu gören tarzan yarıştan imtina edip Sadık'ın parmaklarını öpüp. Sadık İran Şahzadesi Müzəffərəddinin toyunda elə bir maharet göstermiştir ki Nəsrəddin Şah onu Şir Xurşud ordeni ve kızıl medallarla teltip etmiştir. O şahın qal İran'da mənim məclislerimin şahı ol təklifine belə cevap vermiştir. Mən vətənim Qarabağsız bir gün belə yaşaya bilmərəm. Möhtərəm dinləyicilər, Hacüsü, Səttar, Bülbülcan kimi Sadıqcanın da çalgısı gelip bize çatmamıştır. Bugün bize yegane teselli böyük tarzanın sevimli talebesi olan unudulmaz tarzanımız Qurban Pirimov'un ve Sadık Məktəbinin davamçıları olan Arsen Yaramışev'in, Bala Məlikov'un, nihayet bu mektebin son beşiklerinden biri olan kocaman tarzanımız xalq artisti Bəhrəm Mənsurov'un çalgısını dinlemektir. Biz bugünkü verilişlerimizde bu virtüöz tarzanların çalgısını seslendirmekle Sadık sənəti hakkında az da olsa cüzi bir təsəvvür yaratmaya çalışmışıq.
Sadık, Zagafkazya xalqları arasında böyük şöhrət qazanmışdır. Onun Sadıkcan adlanması da təsadüfi deyildi. Musiqi lüğətlərindən məlum olduğu kimi, hələ 18-ci əsrdən etibarən Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda xalq tərəfindən yüksək dərəcədə sevilən və qiymətləndirilən xanəndə və sazəndələrə can kimi yüksək ad verilərdi. Bu tərifli adı qazanmaq şərəfi Sadığa və məşhur xanəndəmiz Əbdülbaqi Zulalova Bülbülcana müəssər olmuşdur. Təxminən 1875-78-ci illərdə Sadıqcan İran tarixi üzərində hər tərəfli yeni tədqiqat apararaq tarın quruluşunu dəyişdirmişdir. Sadıq tarın qolunda olan bir çox artıq pərdələrə atıb 17 pərdə saxlamış, tarın səsini gücləndirmək üçün birinci qoşa ağ sim və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən 2 cüt cingənə simi əlavə etmişdir. Tarın səs çalarlarını artırmaq, həm də lazım gəldikdə xüsusi sürətlə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni bəm səslənən bir qalın sarı boş sim də artırmışdır. Sonra o tarın çanağının içərisinə ağac dayağı dəb saldı. Bundan əlavə tarın qolunun yuxarısında, yəni kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaqla lal barmaq üslubunu icad etdi. Sadıqcana qədər tarı adət üzrə oturaq halda, yəni diz üstündə qoyub çalardılar. Sadıqcan isə bu qaydanı ləğv edib, tarı ilk dəfə sinəsi üzərində alıb çalmağa başladı. Sadıqcana qədər tarın 5 simi var idi. O tara 6 sim əlavə edib, onun sayını 11'ə çatdırmışdır. Sadıqcanın tar ifaçılıq qaydaları üzrə irəli sürdüyü bütün bu yeniliklər az zamanda bütün Zaqafqazya və Orta Asiya tarzanları tərəfindən danışıqsız qəbul olundu. Onun yarattığı yeni tar, yəni Azərbaycan tarı, az müddət içərisində bütün Qafqaz və Orta Asiyada mövcud olan primitiv 5 simli, zəif səsi tarı sıxışdırıb ortadan çıxartdı. Tarın quruluşuna gətirdiyi bu yeniliklərlə Sadıqcan tarın ifaçılıq mədəniyyətini yüksək bir mərhələyə qaldırmışdır. Sadıqın təkmilləşdirdiyi tarı xalq sehirli tar, Sadığı isə tarın atası adlandırmışdır. Profesör Bülbül və Saşa Aqanazaşvili yazırlar ki, Sadıqın kəşf etdiyi yeni tarda çalınan havalar daha rəngarəng səslənməklə əsl xalq çalğı alətinə çevrildi. Məşhur türk musiqişünası Rauf Yekdəbəy, Qafqaz musiqiçilərinə aid yazılarında Sadıqcanın sənətkarlığına, onun tara gətirdiyi yeniliklərə yüksək qiymət vermişdir. Musiqişünas Türkiyədə çıxan Şahbal jurnalının 1912-ci il 59-cu nömrəsində çap etdirdiyi Qafqaziyyədə musiqi adlı məqaləsində yazmışdır. Sadıqın musiqiçilik şöhrəti bütün Qafqaza yayılmışdır. Tarzənlikdə dahi olan Sadıq 5 simli tara 6 sim əlavə edib onu zənginləşdirmişdir. Sonra Rauf Yekdəbəy öz yazılarında Sadıqcanın müasiri olan bir neçə xanəndə və musiqiçiləri böyük tarzənlə müqayisə edərək Sadığa daha yüksək qiymət vermişdir. Tarzan Sadıqdan sonra Qafqazda Hacüsü, Səttar, Məşədisi, Şahsənəmoğlu Yusif, Mirzə Məhəmməd Həsən, Dəli İsmail, Geşdazlı Həşim və Əbdülbaqi Bülbülcan kimi xanəndələr şöhrət qazanmışlarsa da, lakin bunların heç biri Sadıq dərəcəsinə çatmamışdır. Sadıqcan Azərbaycan muğamlarına da bir sıra yeniliklər gətirmişdir. O Seygah muğamını inkişaf etdirərək tarın qoluna Zabul pərdəsini, Mirzə Hüseyin Seygahına manənd-i müxalifi əlavə etmiş, mahir muğamını təkmilləşdirmişdir. O tarın qoluna Zabul pərdəsini əlavə etməklə bu muğamı həm aşağı registrdə, həm də orta registrdə oxumaq imkanı yarattı. Yəni, xanəndə tarın yuxarısında, kəlləyə yaxın yerdə zabul oxumaqla həmin havanı
tarın şah perdesinde de okumaya başladı. Sadıkcan Xanəndə Bülbülcanla birlikte Zabul Seygahını da tekmilleştirip bu muğamın ahırına hasar muhalifi elave etmekle muğamı daha da zenginleştirmiştir. Sadıkcan'ın layıklı şagirdlerinden olan meşhur tarzan ve musiki kadimi Mirza Mansur Mansurov öz xatirələrində qeyd edir ki, Əbdülbaqi Sadıq'ın müşayiətiyle hasar muhalifi elə maharət, elə ustalıkla okuyardı ki, musiqiçiler arasında ona hasar muhalif xan, yani muğamların xanı deyərdiler. Əbdülbaqi'den sonra Zabul Seyganı Xanəndə Qasım daha güzel okumağıyla Zabul Qasım adını kazanmıştır. Bu muğamın hasar şöbesini Seyit Şuşinski, muhalifini ise Xan Şuşinski misilsiz okumuşlar. Hürmetli dinleyiciler, hazırda musiqiçilerimiz arasında elə bir tarzan ve xanəndə yoktur ki, Sadıkçanın vaktiyle çaldığı Zabulu ve Əbdülbaqi'nin bu muğamda okuduğu Hasan muhalifi olduğu kimi bize çattırsın. Lakin bizim elimizde yegane köhne gramofon vallarından dahi müğennimiz Qaryaldıoğlu Cabbar'ın 76 yıl bundan evvel Riga şehrinde okuduğu Zabul Seygahı'nın gramofon valı kalmıştır. Ona göre de mecburuk Zabul Seygahı barədə az çok təsəvvür yaratmak için bu gramofon valını dinlendirək. Sadıkcan'ın Azerbaycan muğamlarına getirdiği yenilikleri nəzərə alarak cəsarət edə bilərik ki, o büyük novator olmakla milli musiqimizin tarixinde böyle bir dönüş yaratmıştır. Sadıkcan musiqimizin tarixine aynı zamanda bir bəstəkar kimi de dahil olmuş, birçok muğamlarda çalınan renkler, xüsusilə mahur ve seygah muğamlarda onlarca təslim mahnılar onun yaradıcılığının məhsuludur. Sadıkcan tarih elə maharətlə çalarmış,
elə şirin barmaqlar vurarmış ki, hətta quşlar belə onun tarının səsindən həvəsə gələrmiş. Böyük Tarzanın müasirləri olan Məhəmməd Ağa Müştəhizadə, Şuşalı xan İsmail, Məşədi Süleyman Mənsurov və Məşədi Müseyib Daşdemirov öz xatirələrində Sadıqcanın qaratoyuq quşuna bir-iki yüngül təslif və mahnı öyrətdiyini təsdiq edirlər. Bu hadisənin canlı şahidi olan Qurban Pirimov belə xatırlayır. Sadıqdan heç olmaz, görülməmiş şeydir o. Çox gözəl sənətində, çalmağında, gözəlliyində, tarı tutmağında onun kimi tar tutan görməmişəm. Bir günü getmişdim onlara, elə güclə gedirdim, tarını götürürdüm toya gedəndə. Xilası iki, sonra mənə dedi ki, mənim üçün bir şeydə bülbül gətirə bilərsən kəndinizdən. Dedim, lap qaratoyuq da gətirərəm. Qəfəsdə bülbülün balalarını böyütdüm, bağımız vardı qapımızda. Apardım bülbüllərin balalarını, bir də qaratoyuq apardım. Amma bizim o bülbüllər qalan bülbül deyil. Ürəkləri çox zadlı, tez partlayır ürəkləri. Bülbüllər ölmüşdü, bir neçə aydan sonra getmişdim oraya. Getdim, gördüm həmən qaratoyuq da sarı dindək quşdur. Gördüm ki, bəli, aynanı qoyubdu tarın qabağında, qaratoyuq da o elə bilir ki, öz yoldaşıdır. Bu da dalda tar çalır. Köhnə bir təsnif vardı, yarın bağında bizim əskəri. Bunu çalır, görürəm tarda çalır, qaratoyuq da eləyir. İndi pışqıranla eləyə bilmərəm, ağılda eləyir. Daray, daray, day, daraday, daray. Bura kimi qaratoyuq eləyirdi. Da onu görmüşəm oxutmağını. Çox nəcib adamıdır, yaxşı sənətkardır. Pastanovkasını elə tar çalan görməmişəm mən, nətər tuturdu. Sol əlinəndə çox yaxşı tək çalırdı. Bizim indi kəzə çalmaqla mizrav olmasa çətindir. O bir əlinəndə çalırdı. Sadıqcanın gözəl çalgısı nəinki küllü Qarabağı heyran etmişdi. Eyni zamanda onu tez-tez Şamaxı Musiqi Məclisinin rəhbəri, məşhur musiqişünas Mahmud Ağa və qonaqpərvər Mənsurovlar ailəsinin başçısı Məşədi Məli Mənsurov Bakıya dəvət edərdilər. Mirzə Sadıq ilk dəfə Bakı şəhərinə 1878-ci ildə gəlmişdir. O Ağdaşda Qarabəyin karvansarasında Qaryalıoğlu Cabbar ilə çalıb çağırarkən onun gözəl çalgısının sədası Şamaxıya, Mahmud Ağaya çatır. Bu xəbərdən son dərəcə şadlanan Mahmud Ağa Sadıqcanı Şamaxıya dəvət etmək üçün ən mötəbər adamlarını Ağdaşa göndərir. Hətta Mahmud Ağa Sadıqın gəlməsi üçün gözəl ərəb atları ilə olan qızıl faytonunu belə Ağdaşa göndərir. Sadıqcan 2 aya qədər Qaryalıoğlu Cabbar və məşhur kamançaçı Avanes ilə Şamaxıda Mahmud Ağanın qonağı olduqdan sonra Bakılı Çovdar Hənifənin toyuna dəvət olunur. O zaman Bakıya dəmir yolu olmadığından Sadıqcan nərdaran dəvələri ilə Bakıya qonaq gəlmişdir. Qaryalıoğlu Cabbar xatirələrində yazır ki, Bakıda toy məclisində Sadıqcan elə bir maharət göstərdi ki, Bakılılar onun dəstəsini 8 ay qonaq saxladılar. Bu isə heç də təsadüfi deyildi. Çünki Bakılılar heç bir vaxt Sadığa qədər belə bir gözəl tar çalan və Cabbara qədər belə bir məşhur oxuyanı eşitməmişlər. Həmin toy məclisində Mirzə Sadıq Məşədi Məlik ilə tanış olduqdan sonra Məşədi Məlik Sadıqcanı dəfələrlə Bakıya qonaq dəvət etmişdi. Məşədi Məliyin oğlanları Məşədi Süleyman və Mirzə Mənsur tar çalmağı Sadıqcandan öyrənmişlər. Bakının köhnə sakinlərindən biri olan İçəri şəhərli Əbdülhəmid Babayev xatirələrində yazır. Mən ilk dəfə Sadıqcanı 1897-ci ildə İçəri şəhərdə Frənq Əhməd bəyin, yəni məşhur jurnalist Əhməd bəy Ağayevin, qardaşı Hüseyin bəyin toyunda gördüm. Cəmi Qafqazda belə gözəl tar çalan olmamışdır. Sadıqın çox gözəl camalı var idi. Uca boyu, enli kürəyi və cüssəli idi. O məclisə çox ədəb və ərkanla girərdi. Cəmaat ona sonsuz hörmət bəslərdi.
Onun sol elinde o kadar kuvvet var idi ki, tarı çok zaman mizrapsız çalardı. Sadıkcan, Şuşada ve Tiflis'te gösterilen tiyatro tamaşalarının fasilelerinde de bir tarzan kimi çıkış etmiştir. Mesela 1886 yılın dekabrın 29'unda Tiflis'te gösterilen Mirza Fətəli Axundovun Monsieur Jordan ve Derviş Məstəri komedyası tamaşaya koyularken tamaşanın fasilelerinde Sadık solo tar çalmıştır. O zaman Tiflis'te çıkan Kafkaskaya Abazireyni adlı siyasi edebi ve humoristik gazet özünün 4 yanvar 1887 yıl tarihli nömrəsində Sadıkcanın sənətkarlığını yüksek qiymətləndirərək yazırdı. Tamaşanı maraqlı eden esasen sazandeler idi. Tarda bütün Zaqafqaziyada birinci tarzan sayılan məşhur Sadık çalırdı. Onun çalgısı aydın, sənətkarlıq cəhətdən dəqiq, güclü ve məlahətli idi. Yaxşı olardı bizim Tiflis bəstəkarları Sadık'ın Tiflis'e gelməyindən istifadə edip ondan şərq havalarını öyrənələr. Bu ise onlarda yeni eserler yaratmağa güzel material verebilir. Sadıkcan 1901 yılda Şuşada teşkil olunan 1. Şərq konsertinde ilk defa olarak tarda mahur çalmıştır. Təəssüf ki, bugün biz onun çalgısını dinlemekten məhrumuq ve bize yine de yegane təsəlli Sadık Məktəbinin istedadlı
şagirdlərindən Qafqazın virtuozu sayılan məşhur tarzan Bala Məlikovun mahurunu səsləndirməkdir. Biz təsadüfi olaraq Balaya müraciət etmirik. Çünki muğam ifaçılığında Sadıqcanın temperamentli çalgısını, onun cingene simlərdə gəzişini tarçalanlar içərisində yalnız Bala təkrar etməyə cəhd etmişdir. Sadıqcanın sənətkarlığı gənc çalgıçılar və oxuyanlar üçün məktəb olmuşdur. 19-cu əsrin 90-cı illərində Şuşada onun rəhbərliyi altında ansambl yaranmışdır. Mirzə Sadıqın ansamblında o devrin ən məşhur oxuyan və çalanları toplaşmışdı. Ansamblda hətta 2 nəfər qız da var idi. Bu qızlar Azəri, Erməni və Gürcü rəqslərini ifa edirdilər. Sadıqcanın ansamblı Şuşa, Bakı, Gəncə, Aşqabad, Tehran, İstanbul, Dərbənd, Vladikavkaz şəhərlərinin konsert salonlarında, xüsusilə Xurşudbanu Bəyim Natavanın, Mahmud Ağanın, Məşədi Məliyin məclislərində, Tiflisin Müştehid, İrəvanın Xürrəm bağlarında dəfələrlə çıxış etmişdir. Sadıqcanın tarda işlətdiyi barmaqları, vurduğu 600 mizrapları hələ indiyə qədər heç kəs təkrar edə bilməmişdir. Xüsusilə onun cingənə simlərdə gəzişməyinə İranın məşhur tarzənləri belə həsəd aparmışlar. Hər tarzən cingənə simlərdə ritm ilə gəzişə bilmir. Çalgı musiqimizin tarixində Məşədi Zeynal, Lazır, Arsen Yaramışev, Qurban Pirimov, Balaoğlu Grigor, Mirzə Mənsur, Simon Kasparov və Bəhrəm Mənsurov kimi məşhur tarzənlər cingənə simdə çox asan və mahiranə sürətlə gəzişə bilmişlər. Müasir tarzanlar içərisində ən çox cingənə simlərdə gəzişən istedadlı həm də zəhmətkeş sənətkarımız Həbib Bayramovdur. Sadıqcanın böyük sənəti, fitri istedadı, dövrünün bir çox musiqişünas, ədib və şairlərin düşündürmüşdür. Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Seydəzim Şirvani, Abdullah bəy Asi, Xurşudbanu Bəyim Natavan, Qaryaloğlu Cabbar, Üzeyir bəy Hacıbəyev və başqaları böyük tarzanın sənətinə yüksək qiymət vermişlər. Şair Məşəd Əyyub Bakinin Mirzə Sadıqa müraciətlə yazdığı şeir belə başlanır. Ey Sadıq, al ələ tarı, səni tarı, bir halə gətir, məni dilizarı, səni tarı. Mirzə Sadıq çox yaşamadı, cəmisi 56 il. Lakin o özündən sonra böyük bir məktəb qoydu. Məşədi Zeynal, Mərdi Canıbəyov, Malbəyli Həmid, Tətəvəs Artunyan, Məşədi Cəmil Əmirov, Mirzə Mənsur, Səlyanlı Şirin, Bala Məlikov, Qurban Pirimov və başqaları Sadıq məktəbinin yetişdirmələri olmuşlar. Sadıqcanın nəvələri Əmir, Əşrəf, Teymur da öz sevimli babalarının irsini davam etdirmişlər. Lakin bu bizi qane etmir. Biz Sadıq nəslindən yeni istedadlı tarzanlar gözləyirik. Necə deyərlər? Su gələn arxa həmişə su gələr.
Əziz dinləyicilər, siz xanəndəlik sənəti silsiləsindən görkəmli tarzən Sadıqcana həsr olunmuş söhbəti dinlədiniz. Verilişin müəllifi musiqişünas Firudin Şuşinskidir.